Her sefer yadımdan çıxır, dərsin ortasında. Hə, ən sonda yerin mərkəzində, çəyirdəyində də onun nəyi var idi? Nüvəsi var idi. İndi bizim hələ ki nüvə ilə bir işimiz yox. Nüvəni qoyuram qırağa. Bizim bu mantiyanın üst hissəsi ilə, bax burası ilə yer qabığına biz birlikdə deyirdik litosfer. Litosfer. Deməli, mantiyanın üst hissəsi ilə, yəni üst mantiya ilə yer qabığı birgə adlanırdı litosfer. Və bizim bu litosfer adlandırdığımız hissə litosfer tavaları dediyimiz ərazilərdən ibarətdir. Yəni parçalardan ibarətdir. Bizim gördüyümüz yer kürəsinin, bax burada şəkildə verilib, altı heç də bütöv deyil. Müxtəlif böyük hissələri əhatə edən litosfer tavaları adlandırdığımız hissələrdən ibarətdir. Və bu litosfer tavaları adətən 50-200 kilometrlik bir dərinliyə malikdir. Yəni qalınlığı 50-200 kilometrdir bu litosfer tavaları. Və bu litosfer tavaları üst mantiya üzərində sürüncür. Yəni sağa, sola və yaxud da ki bir-birinə qarşı belə deyək də hərəkət eləyir, hərəkətdə. Hansı ki mantiya bunu hərəkətə gətirən məhz mantiyada maddələrin ərinti halında olmasıdır, yoldaşlar. Biz litosfer tavalarını iki qrupa bölürük. Var böyük litosfer tavaları, bir də var kiçik litosfer tavaları. Nə hansılardır böyük litosfer tavaları, hansılardır kiçik litosfer tavaları? Böyük litosfer tavalarımız Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Hind, Avstraliya, Antarktida və Sakit Okean litosfer tavalarımız var. Bu adların sadaladığım litosfer tavalarından Sakit Okean litosfer tavası yalnız okean tipli yer qabığından ibarətdir. Yəni okean tipli yer qabığı nə idi? İki qatdan ibarətdir. Burada qranit qat yox idi. Kiçik litosfer tavalarından bəs hansılar var? Filippin var, Karib var, Ərəbistan var, Kokos var, Naska var, Amur var, İndoneziya var və s. Bu saydığım kiçik litosfer tavalarından isə Ərəbistan litosfer tavası yalnız materik tipli yer qabığından ibarətdir. Bunu yadımızda saxlayaq. Deməli, böyük litosfer tavaları materiklərin adı ilə uyğundur. Baxın, Avrasiya, Şimal Amerika, elə Şimal Amerika materikinin altında Şimal Amerika litosfer tavası yerləşir. Ondan sonra Cənubi Amerika, Afrika, Hind, Avstraliya, Hind okeanının Avstraliyanın altında bu litosfer tavası yerləşir. Sonra Sakit Okean, Antarktida və s. Dedim ki, bu saydığım böyük litosfer tavalar içindən Sakit Okean litosfer tavası yalnız okean tipli yer qabığıdır. Yəni yalnız okean tiplidir. Burada qranit qatı yox. Kiçik litosfer tavalarda dedi hansılardır? Filippin, Ərəbistan, Naska və s. Kokos və s. Bu saydıqlarımdan isə Ərəbistan litosfer tavası. Ərəbistan litosfer tavası. Yalnız materik tipli yer qabığından ibarətdir. Materik tipli yer qabığı daha qalın olur. 3 qatdan ibarət olur. Burada qranit qatı da var və s. və ilaxır. İndi burada gələk biz bu şəkili bir incələyək. Bir dənə bu hissəni silim. Bu böyük kiçik litosfer tavaların Amit Məmmədovun kitabını demişdim ha sizə. Orada var. Oradan baxa bilərsiniz. Mən. Bir dənə bu şəkili tam görürsünüz. Yaxınlaşdırmağa ehtiyac var. Xeyr, mən. Xeyr, mən. Onda yoxdursa belə baxaq. Burada gördüyünüz bu xəttlər ki var. Bunlar. Bunlar litosfer tavalarının sərhədləridir. Yəni litosfer tavaları bu zonalardan ya bir-biri ilə toqquşurlar, ya da bir-biri ilə uzaqlaşırlar. Baxın, məsəl üçün, bu hissədə qalan ərazi Şimal Amerika litosfer tavasıdır. Baxın, burada Cənubi Amerika litosfer tavası var. Naska litosfer tavası buradadır. İşarəlediyin yerləri görürsünüz, yoxsa bir qədər qalınlaşdırın bunu. Yox, mənim görünür. Naskanı bir də qoy vurğuluyum sizin üçün. Baxın, Naska. Baxın burada, Naska litosfer tavası burada. Sakit Okean litosfer tavası bu hissədədir. Afrika litosfer tavası
buradadır. Ərəbistan litosfer tavası burada. Avrasiya litosfer tavası burada. Hind, Avstraliya litosfer tavası burada. Yadımızda saxlayaq bunlar. Filippin litosfer tavası, bax, bu hissədə Filippin litosfer tavası var. Yəni, bu litosfer tavaları bir-biri ilə ya toqquşur, ya da bir-birindən kənarlaşır. Toqquşma zonasına biz deyəcəyik konvergent zona, bir-birindən kənarlaşma zonasına deyəcəyik divergent zona. D2 demək. Elə bilin ki, iki yerə parçalanır, bir-birindən uzaqlaşır. Yəni, litosfer tavasının biri bu istiqamətə hərəkət eləyir. Biri də bu istiqamət. Uzaqlaşırlar bir-birindən. Bura gedir divergent zona. Bunu aşağıda izah eləyəcəm. Bizə dəqiqə deyirəm. Baxın. Bizə dəqiqə qoy bunu. Filippin litosfer tavası yoldaşlar. Baxın burada. Filippin. Filippin litosfer tavası. Bax, bu qırmızı ilə işarələdiyim yeri görürsünüzmü? Bax bura. Filippin litosfer tavası burada. Nazca litosfer tavası buradadır. Kokos buradadır. Bax, bu hissədə Kokos. Ərəbistan buradadır. Bunlar kiçik litosfer tavalardır. Bax, bu saydıqlarım. Sonra geldik. Dedik ki bu litosfer tavaları mantıya, üst mantıyanın üzərində hərəkət edir. Üfüqi hərəkət edir. Və bu üfüqi hərəkət nəticəsində divergent və konvergent zona dediyimiz ərazilər yaranır. İndi gəlin görək, nədir divergent, nədir konvergent? Baxaq buna. Birinci növbədə dedik ki, yoldaşlar, divergent zona D2 deməkdir. Yəni, litosfer tavalarının, deyək ki, burada bir litosfer tavası var, burada da bir litosfer tavası var. Bunlar bir-birindən kənarlaşma zonasıdır. Yəni, biri sağ tərəfə gedir, biri sol tərəfə və burada bir divergent zona dediyimiz hissə yaranır. Divergent zonalarda müxtəlif vulkanizm prosesləri baş verə bilər. Divergent zonalarda aktiv seismik ərazilər baş verə bilər və s. İndi onun xırdalıqlarına gələcəyik. Hələ ki, izah edeyim divergent və konvergent nədir? Sonra onun xırdalığına gələcəyik. Bir də bir şey deyim sizə. Divergent zonada olan ərazilərdə əsasən orta okean dağ silsilələri yaranır. Bizə dəqiqə bu hissəni bir qədər nazir edeyim, bu yazını. Deməli, divergent zona dedik ki, litosfer tavalarının bir-birindən kənarlaşdığı ərazilərdir. Və gəlin görək divergent zonalarda indi nələr yaranır? Bir, orta okean dağ silsiləsi. Orta okean dağ silsiləsi. Biri bu, silsiləsi. Sonra, divergent zonalarda əsasən yaranır adalar. Həmən bu orta okean dağ silsiləsi adalar. Bir də təbii ki, orta okean dağ silsiləsini dedik, adaları dedik. Bir də təbii ki, vulkanlar, vulkanizm prosesi. Vulkanlar. Elə məhz vulkan püskürməsi nəticəsində həmən bu vulkanların bir hissəsi sudan üzə çıxanda biz buna ada deyirik. Vulkanik mənşəli ada deyirik. İndi bu adalar hansılardır? Onların bəzilərinin adını yazın mən bura. Sonra onu xəritədə də sizə göstərəcəm. Divergent zonada yerləşən adalar Azor, yadınızda saxlayın bunu. Ən böyük vulkanik mənşəli ada İslandiya. Baxın, divergent zonada yerləşir. Elə ölkə olaraq da İslandiya buradadır. Reykjavik. Müqəddəs Yelena. Kaç dəqiqə? Bunun hərfini yazanmalı. Deməli, Müqəddəs Yelena dedik. Müqəddəs Yelena. Daha sonra Müqəddəs Yelena'nda dedik. Pasxa adası. Vozensenia adası. Vozensenia adası. Daha sonra Galapagos adaları. Galapagos adalarının ekvator xətti kəsir. Bunu da yadımızda saxlayaq. Aha,
Demək, bu divergent zonada yerləşən adalarımız və yaxud da ki, vulkanik mənşəli adalarımız hansılar oldu? Azor adaları, İslandiya, Müqəddəs Yelena, Vozenseniya, Pasxa və Galapagos adaları oldu. Birazdan bunu xəritədə də sizlər üçün deyəcəyik. Bəs yaxşı, konvergent zona nədir? Divergent zona dedik, bir-birindən kənarlaşdığı zonadır. Burada orta-okean dağ silsilələri yaranır, adalar yaranır və vulkanlar yaranır. Sonra konvergent zona isə litosfer tavalarının gəlib bir-biri ilə toqquşma zonasıdır. İndi baxın, bu toqquşma zonası iki formada ola bilər. Biri ola bilər, iki dənə materik tipli litosfer tavası gələr bir-biri ilə toqquşar. Deyək ki, bu da materik tipli litosfer tavasıdır, bu da. Bunlar gəldi bir-biri ilə toqquşdu. Biri də var. Necə baş verə bilər? Bizə dəqiqə. Bunlar gəldi bir-biri ilə toqquşdu. Bir də var. Biri olar materik tipli litosfer tavası. Biri də olar okean tipli litosfer tavası. Baxın, materik tipli litosfer tavası 3 qatdan ibarət olduğuna görə daha qalındır. Amma okean tipli litosfer tavası 2 qatdan olduğuna görə ibarət olduğu üçün nisbətən nazik. Ona görə bunun gücü elə bil ki çatmır da buna. Bu qalındır deyə bu çıxır bunun üzərinə, bu da batır bunun altına. Belə zonalara deyirlər subduksiya zonası. Subduksiya zonası. Baxın, bir də deyirəm. Konvergent zona iki formada ola bilər. Ola bilər iki dənə materik tipli litosfer tavası toqquşsun. Bunların heç birinin bir-birinə gücü çatmır da. Gücləri eynidir. Hər ikisi 3 qatdan ibarətdir deyə ancaq vuruşurlar. Amma biri də var okean tipli litosfer tavası ilə materik tipli litosfer tavası toqquşsun. Bu zaman okean tipli litosfer tavası zəif olduğu üçün, 2 qatdan ibarət olduğu üçün batır materik tipli litosfer tavasının altına. Və buna deyirlər subduksiya zonası. İndi gəlin görək, konvergent zonada nələr baş verər, nələr yaranır. Birinci növbə yadınızda saxlayın ki, adalar qövsü yarana bilər. Adalar qövsü, yəni qövsvari formadalar, adalar. Adalar qövsü yarana bilər. Quruda dağlar yarana bilər, cavan dağlar yarana bilər. Bunu yadımızda saxlayaq. Bir də ki, daha sonra bir də yoldaşlar, üzürlü sahib. Novlar yarana bilər. Nov nədir? Nov dərin sulu okean çökəkliyinə nov deyirlər. Dərin sulu okean çökəkliyinə nov deyirlər. İndi baxın, gəlin görək konvergent zonada hansı adalar qövsü yarana bilər. Yadınızda saxlayın, birinci növbədə. Məsəl üçün, Marian adaları. Marian adaları. Konvergent zonada yaranır. Yapon adaları. Konvergent zonada yaranır. Yadınızda saxlayın. Zond adaları. Bunlar hamısı bu qeyd elədiyim adalar. İndi daha çox yazacaq. Bunu xəritədə göstərəcəm. Çox xırdalığına girmirəm. Bunlar hamısı yaranıb konvergent zonada. Dünyada bu toqquşma zonaları hardadır? Biri Cənub və Şimal Amerika materikinin qərbindədir. Qoy bir dənə buranı silim, təzəliyim. Yoldaşlar, yatmamısınız ki? Xeyr, mən buradayım. Sağsız hələ. Bəli. Bəli. Əsas odur salamatçılıqdır. Səkinə yatıb. Birazdan durğuzar o. Bizə dəqiqə yuxarı qayıtmalıyam mən. Sizə burada. Billəməzim zarafat edim. Bizə dəqiqə. İndi mən burada sizə subduksiya zonalarını göstərirəm. Yəni subduksiya nə idi? Materik tipli okean tavası ilə litosfer materik tipli litosfer tavası ilə okean tipli litosfer tavasının toqquşması. Baxın, subduksiya zonasının baxın əsası buradır. Bura gedir Kordilyer Ant geosinklinal qurşağı. Hansı ki burada Sakit okean litosfer tavası ilə Şimal Amerika toqquşur.
Burada da Sakit Okean litosfer tavası plus Nazca litosfer tavası ilə Cənubi Amerika litosfer tavası toqquşur. Və burada Kordilyer dağları yaranır. Burada Ant dağları yaranır. Burada Peru novu yaranır və s. Gördüyünüz kimi nov, adalar və dağlar, cavan dağlar da yarana bilər. Bu hissə Alp-Himalay geosinkronal qurşağıdır. Alp-Himalay geosinkronal qurşağının ən qərbi gəlir çıxır Afrikanın şimalında Atlas dağlarına. Tupkal zirvəsi ən hündür zirvəsidir. Sonra sonra toqquşma zonası dedik ki, Kordilyer, Ant, Alp, Himalay toqquşma zonalar var burada dedik. Bura Sakit Okean odlu qövsü də gedir yoldaşlar. Bax bu hissədə də gedir. Sakit Okean odlu qövsü. Bunu da yadımızda saxlayaq. Ən çox vulkanların müşahidə olunduğu ərazilərdən biridir. Vulkanizm prosesinin ən çox olduğu ərazilərdən biridir. Yoldaşlar, bu hissələri dedim sizə. İndi mən sizə keçirəm xəritəyə. Deyir, xəritə coğrafiyanın ikinci dilidir. Coğrafiyanı xəritəsiz təsəvvür eləmək mümkün deyil. Baxın, bu dünyanın fiziki xəritəsidir. İndi bu xəritədə əslində sizdə yarımkürələr xəritəsi, atlas olmalıdır ki, ən azından evdə bunlara baxasınız. İndi mən burada sizə bayaq adlarını çəkdiyim bəzi adaların yerini göstərməyə çalışacağım. Diqqətlə baxın. İndi xəritə kiçikdir deyə tam dəqiqliklə göstərə bilməyəcəm. Amma ki, əsas hansı ada harda yerləşir, onu maksimum dərəcədə çalışacağım sizə göstərim yoldaşlar. İndi baxın. Burada mən bayaq divergent zonada yerləşən adalarımızı demişdim də sizə, adalarımızı saymışdım. İslandiya adası baxın buradadır. Birinci. Niyə İslandiyadan başladım? Çünki ən böyük vulkanik mənşəli ada İslandiyadır. Bunu da yadınızda saxlayın. İslandiya. Divergent zonada yerləşən adamızdır yoldaşlar. Sonra Müqəddəs Yelena və Vozenseni adalar. Baxın, Müqəddəs Yelena və Vozenseni adaları Afrikanın qərb hissəsindədir. Bax buradadır. Bu işarələdiyim yerdədir. Görürsünüz də yəqin bu işarələdiyim yerləri. Bəli. Sonra Galapagos adaları baxın yoldaşlar bu hissədədir. Galapagos adaları. Daha sonra Pasxa adası yoldaşlar baxın buradadır. Pasxa adası. Bunlar hamısı bu yerini işarələdiyim ərazilər. Baxın İslandiya, Vezenseniya, Müqəddəs Yelena, Galapagos, sonra hansını dedik? Pasxa adası. Bunlar divergent zonada yerləşən adalarımız. Yerlərini sizin üçün işarələdim. Özünüz xəritədə mütləq şəkildə tapın bunları. Yəni xəritəsiz bizim işimiz getməz. Siz xəritəni bilməlisiniz. İslandiya harda yerləşir? Hansı ölkə var burada? Hətta bunun iqlimi, bunu hansı meridian və paralel kəsir? Neçə yarımkürədə yerləşir? Hansı vulkanlar var? Paytaxtı hansı şəhərdir? Bax, bu xırdalıqlarına qədər bilməliyik də biz bunları. İndi hələ ki nədən başlayaq? Yerin bilək, ən azından. Xəritədə yerin bilək. Sonra yavaş-yavaş mövzuları keçdikcə dərinləşdirəcəyik inşallah. Yaxşı. Sonra gəldik, divergent zonanı dedik. Xırdalığına da getdik ki, divergent zona litosfer tavalarının bir-birindən kənarlaşdığı zonadır. Buna hətta dedi 2 deməkdir, kənarlaşdı. Burada nələrin yarandığını da dedik. Orta okean dağ silsilələri yaranır. Niyə görə bunu orta okean dağ silsiləsi deyirik? Çünki okeanların mərkəzi hissələri ilə gedir. Baxın, burada bu ağ yerlər var. Bunlar okeanların ortası ilə gedən dağlardır yoldaşlar. Baxın, bunlar hamısı okeanın ortası ilə gedən dağlardır. Buna orta okean dağ silsilələri ona görə deyirik biz. Tamam. Daha sonra bir də dedik ki, konvergent zona var da. Konvergent zona bəs dedik nədir? Konvergent zonada
litosfer tavalarının bir-biri ilə toqquşma sərhəddidir dedik və bu iki cür ola bilər dedik. Materik tipli litosfer tavaları bir-biri ilə toqquşa bilər. Bir də materik və okean tipli litosfer tavası bir-biri ilə toqquşa bilər. Materik və okean tipli litosfer tavası bir-biri ilə toqquşan zaman biz buna dedik ki, nədir bu? Subduksiya zonasıdır. Yəni materik tipli litosfer tavası 3 qatdan ibarətdir. Ağırdır, böyükdür. Okean tipli litosfer tavası isə 2 qatdan ibarətdir, zəifdir. Həmişə də necə olur? Güclü zəifi əzməlidir də. Ona görə materik tipli litosfer tavası okean tipli litosfer tavasının qalxır üstünə. Okean tipli litosfer tavası materik tipli litosfer tavasının batır altına. Belə zonalar subduksiya zonası adlanır. Subduksiya zonasında bəs nələr yaranır? Okean novları yaranır. Quruda dağlar yaranır, cavan dağlar və adalar qövsü yaranır. Bunlar dedik hamısı. İndi gələk, hansı adalar qövsün adlarını çəkmişdim. Baxın, Yapon arxipelağı. Yapon arxipelağı buradadır. İşarələdim Yapon arxipelağı. Deməli, sabah sizdən test istəyəndə ki, konvergent zonada yerləşən adalar Yapon adalar. Yapon adaları xırdalaya bilər. Yapon arxipelaqdır çünki. Burada 4 dənə böyük ada var. Hokkaido, Honshu, Shikoku, Kyushu. Bunlar Yapon adalarıdır. Yadımızda saxladıq. Deməli, Hokkaido, Honshu, Shikoku, bir də Kyushu adası. Yaponiya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Bəli, okeanda dedik ki, okean tipli litosfer tavasında qranit qatı olmur, 2 qatdan ibarətdir. Amma materik tipli litosfer tavalar 3 qatdan ibarətdir. Bazalt, qranit və çökmə. Ona görə daha qalındır da o. Sonra gəldik. Burada Filippin arxipelağı var yoldaşlar. Filippin arxipelağı da konvergent zonada yerləşən adalarımızdandır bizim. Filippin arxipelağında 7000-dən çox ada var. Bunun cəmi 2 dənəsini yadımızda saxlasaq bizə kifayətdir. Lüsyon adası və Mindanao adası. Lüsyon, bir də Mindanao adaları Filippin arxipelağında yerləşir. Bilirəm, adlar qəribə görünə bilər, amma nə etmək lazımdır? Oxumaq lazımdır. Marian adaları buradadır. Elə Marian novunun yanındadır. Sakit Okeanın, həm də Dünya Okeanının ən dərin novu olan Marian novu da burada yerləşir. Daha sonra mən sizə hansı adaları çəkmişdim? Filippin adalarını dedik, Yapon adalarını dedik. Aleut adaları yoldaşlar. Baxın, Aleut adaları bu hissədə. Elə Aleut novu da var burada. Yadımızda saxlayın. Qövsvari adaları. Sonra Kuril adaları buradadır. Baxın, Kuril Kamçatka. Bax, Kuril. Kamçatka da budur. Kamçatka yarımadadır. İndi bunlar hamısını deyəcəm mən sizə. Kuril adaları buradadır. Sonra bu dediyim, bu saydığım hissələrdə bizim konvergent zonamızda yerləşən adalarımızdır. Və dedik ki, konvergent zonası subduksiya zonası adlanır. Materik və okean tipli litosfer tavaları toqquşur. Sonuncu dəfə sizlər üçün sayıram. Hansı adalarımız var burada? Dedik ki, Yapon arxipelağı konvergent zonada yerləşən adalarımızdır. Yapon arxipelağında 4 dənə məşhur adanın adını çəkdim sizə. Hokkaido, Honshu, Shikoku və Kyushu adaları. Filippin arxipelağı konvergent zonada yerləşən adalarımızdır. 2 dənə məşhur adası var. Lüsyon və Mindanao adaları. Marian adaları, baxın bu hissədədir. Marian novu da buradadır. Daha sonra Aleut adaları buradadır. Aleut. Kuril adaları isə, baxın, bax, bu zonada Kuril adaları yerləşir. Bunlar da oldu bizim konvergent zonada yerləşən adalarımız. Yadımızda saxlayarıq. Və xəritə ilə saymaq lazımdır. Həm divergent zonada yerləşən adalarımızı, həm də konvergent zonada yerləşən adalarımızı. Növbəti dərs hamısını sizdən bircə mən necə saymışamsa, mən sizə necə demişəmsə, eyni şəkildə də sizdən soruşacağam. İndi siz mənə cavab verməsəniz vəziyyət də pis olacaq. Annem bu nədir? Hə, bu coğrafiya. Aynen, mən evdə atlaslar. 2 saat ona baxır. Prosto bu tərz bir xəritə tapamadım. Bu tərz xəritəyə əslində ehtiyacınız yoxdur sizin. Sizin yarımkürələr xəritəsinə ehtiyacınız var. Azərbaycanın fiziki xəritəsinə ehtiyacınız var. Bir də Azərbaycanın siyasi xəritəsinə. Dünyanın fiziki xəritəsini mən sizə PDF formasında da ata bilərəm. Bayaqda adaların xəritəsini atmışdım sizə. Bir dənə girək son dəfə orada biz adalara da nəzər yetirək. Bizə dəqiqə.
Növbəti dərsdə inşallah mən sizdən bu adaları da istəyəcəm ha. Yəni deyim biləsiniz. O adaların PDF-ini mən sizə boşu-boşuna atmamışam. Bu nə Yaxşı, demək mən ekranda? Harda atmışdım onu mən sizə? Hı -hı. Dünyanın adaları. Açın. Açaq. Aha, bir dənə buranı sileyim. Çox pis görünür. Bu dünyada olan demək olar ki 99% adanın olduğu xəritə. İndi mən bayaq saydığım hissələri sizə buradan yenidən göstərirəm. Hansı adaları saymışdıq biz? Yoldaşlar, bayaq biz konvergent və divergent zonada sizlə başladıq İslandiya adasından. Qoyur ki bu 45 dəqiqə tamam olmamış öldürür. Deməli, İslandiya adasını baxın. Burada İslandiya adası yoldaşlar. Bax bura. İşarələdiyim yerlər görünürmü? Bəli. Görünmürsə biraz tapdınız İslandiya adasının yeri. Yoxsa Peki mən. bax qırmızı ilə işarələyirəm. Hə, bəli, mən gördüm. Hə. İslandiya adasında elə İslandiya adında ölkə yerləşir. Paytaxtı Reykjavikdir. Hekla adında məşhur vulkanı var. Badarbunga adında məşhur vulkanı var. Geyzerlər ölkəsi gedir İslandiya. Orada çoxlu geyzerlər var. Yəni geyzer fəvvarələr şəklində yer səthinə çıxan isti bulaqlar. Deməli, İslandiya ən böyük vulkanik mənşəli adadır. Bunu dedik. Divergent zonada yerləşən. Sonra, yoldaşlar, bayaq Azor adaları demişdik. Baxın, Azor adaları burada. Bayaq sizlə Vozensenia və Müqəddəs Yelena adası demişdik. Hamısı divergent zonada yerləşir ha bunların. Sonra bayaq sizlə Galapagos adası demişdik. Pasxa adası demişdik. Bu saydıqlarım hamısı divergent zonada yerləşən adalarımızdır. Bunları əzbər bilirsən başqa heç nə yoxdur. Divergent zonada yerləşən adalarımız bunlardır. Bir də deyirəm. İslandiya, Azor, Vozensenia, Müqəddəs Yelena, Galapagos və Pasxa adası. Galapagos adasını ekvator xətti kəsir. Bunu da bir incəlik kimi yaddaşımızda saxlamalıyıq. Daha sonra gəldik konvergent zonada yerləşən adalarımız hansılardır? Dedik ki, konvergent zonada yerləşən adalarımız Yaponiyadır və Yaponiya 4 dənə böyük adadan ibarətdir. Hokkaido, Honshu, Kyushu, bir də Shikoku. Ən böyük adası Honshu adasıdır. Honshu adası. Elə paytaxt Tokyo şəhəri də məhz o adada yerləşir. Sonra gəldik dedik ki, Filippin adaları var. Baxın burada 2 dənə məşhur adası var. Luzon və Mindanao adaları. Filippin arxipelagında yerləşir. Sonra mən sizə dedim ki, Aleut adaları var. Baxın, Aleut adaları buradadır. Şimali Amerikanın qərbinə baxsaz görərsiniz. Kuril adaları buradadır. Kuril, Kamçatka. Baxın, Kuril buradadır. Kuril adaları. Bəli, bunlar konvergent zonada. Bu son saydıqlarım, deməli, Yapon, Filippin, Aleut, Kuril, bunlar əsasən konvergent, yəni subduksiya zonasında yerləşən adalarımızdır. Bir də burada Marian adalarını demişdik. Bunlar da nədir? Konvergent zonada yerləşən adalarımızdır. Bildiniz də yəqin, baxdınız da ərazilərə, yerlərə. Yoxsa yadda qalar? Mən baxmadım, baxdıq yadda qalması biraz. Yadda da qalar. Narahatçılıq yoxdur. Atlas dediz vardı. Atlasınız ən azından olmalıdır yoldaşlar. Yenə deyirəm. Baxın, atlasınız olmalıdır. Amit Məmmədovun kitabı olmalıdır. Birinci hissə test toplusu olmalıdır sizdə.
yarımkürələrin xəritəsi olmalıdır. Azərbaycanın fiziki və iqtisadi xəritəsi olmalıdır ki, ən azından getdikcə, testlərlə işlədikcə sizə çətin gəlməz. Bu əslində xəritənin başlanğıc hissəsidir. Bundan sonra həftədə ən azı bir dəfə Mən xəritə var ya, heç nə anlamıyorum xəritədən. xəritə ilə otur söhbət elə də, belə loru dildə desək. Bax, otur xəritəni qoy qarşıma. Bax, tutalım ki, Aliyot adası hardadır? Hə, burada Şimal Amerikanın qərbində. Da hələ ki heç incəliyinə getmə onun. Mən xəritədə heç Azərbaycanın yerini bilmirəm. Yox. Hə, bax, otur Şimal Amerikanın ətrafına bax. Gör Şimal Amerikanın ətrafında hansı adalar var? Bax, bura tutalım ki, Kanada arxipelağı gedir. Hə, burada Grenlandiya adası var. Dünyanın ən böyük adasıdır. Yerin bildim. Aha. Burada Elsmir adası, Baffin torpağı, Victoria adası. Avucu başlayırsan bunların yerini öyrənməyə. Gələn səfər o ad sənə tanış gəlir. Göz yaddaşı var axı insanda. Hə, sənin ağlın tez qaçır ki, mən Baffin adasını deyəsən filan yerdə görmüşdüm. Hə, gözün tez oranı axtarır. Və yaxud da deyirsən ki, divergent zonan adaları. Hə, İslandiya ilə başlamışdı. Hə, İslandiya hardadır? Bu Avropadan biraz yuxarı tərəfdə idi İslandiya. Hə, bu şimal qütbündən aşağı. Avtomatik sən bunu beynində yavaş-yavaş öyrənirsən. Öyrənə bilmərəm deyə bir şey yoxdur. O bizim özümüzün inandırdığımız bir şeydir əslində. Tamam. Yenə deyirəm, xəritəsiz coğrafiyanı təsəvvür eləmək mümkün deyil. Sən Aliyot adasının yerini bilmədən gedib Məleykə nənənin qarşısında cavab verə bilmərsən. Lal xəritədən ən az 3-4 dənə sual gəlir. Lal xəritə ağ xəritəyə deyirik də biz. Yəni oradan 3-4 dənə sualın var sənin. Sən nə 3-4 dənə sualını çölə atırsan ki, sən Yeni Zelandiya adasının yerini bilmirsən, sən Böyük Britaniya adasının yerini bilmirsən, sən Odlu Torpaq adasının yerini bilmirsənsə, imtahana getməyin də belə pis çıxması mənasızdır. Sən bunları yavaş-yavaş, az-az. Məsəl üçün, bax, dünyanın adalar xəritəsini mən atmışam da bura. Bu xəritəyə ən azından 10 dəfə baxmalısan. Ən azından 10 dəfə, ha. Əgər oxumaq istəyirsənsə 100 dəfə baxmalısan. Oha. Deyir, cəfasını çəkmədiyin ömrün səfasını sürə bilmərsən. Yoldaşlar, çətindir, hər şey çətindir. Gərək nəyinsə cəfasını çəkəsən ki, onun səfasını da sürəsən. Bax, burada artıq sən bunu bax, xırdalığa getdi. Bax, Avropa adalarının ayrı-ayrı, Böyük Britaniya, İrlandiya, İslandiya, daha çox xırdalığa getməyin. Spitsbergen, Frans Yosif, hə, Korsika, Siciliya adası. Deməli, bunlar buradadır. Gəldi Asiyanın ətrafında olan adalara baxdı. Hə, deməli bunlar buradadır. Lüsyon adası, Mindanao adası, hə, bunlar Filippindir. Da özün özünü sanki müəllimlik eləyirsən, öyrənirsən. Bax, Şimal Amerikanın ətrafında olan adalar, hə, deməli baxın, Kadyak adası burada, Aliyut burada, Aleksandr adası burada və s. Bu şəkildə getməlisən coğrafiyanı. Tamam. Mən bəs indi bayaq dedikləriniz hansı xəritələrdə idi? Gedim onların adını yazdım. Necə? Bayaq baxdığımız adalar hansı xəritələrdə idi? Hansı xəritədə? Yarımkürələrin xəritəsində tapa bilərsən, dünyanın fizik xəritəsində tapa bilərsən. Ən əsas bu iki dənə dediyimdir. Hə, o belə oyun da var, səhv eləmirəmsə. Xəritəni onunla da öyrənmək olar. Play Marketdən yükləyib elə bir oyun formasında da daha əyləncəli formada da öyrənmək olar. Olar xəritəni. Ona bənzər birini yükləmişdim, amma atmamışdı. Hə, Mən rayonları və Azərbaycan rayonların, hə, o da qəşəngdir, o da var. Amma atmamışdı. Niyə? Nə bilim, neçə dəfə sildiyim içlərdə ümumiyyətlə girmək olmurdu, girə bilmirdim. Girəntim çıxırdı.
Mən onların linkini ataram sizə, yadıma salarsınız. Yaxşı müəllim. Belə, bugünlük dərsimiz bu qədər. Sualınız, sözünüz, qaranlıq qalan bir şey, soruşmaq istədiyiniz hər hansı bir şey varsa mən sizə eşidirəm. Xeyr müəllim. Yoxdursa, sağ olun, gecəniz xeyrə qalsın. Xeyrə qalsın. Mütləq şəkildə son 2 dərsin ikisinə də baxın. Adaların xəritəsinə baxın və test yoldaşlar. Deməli, indi qrupa yazacağam. Dövlət İmtahan Mərkəzi 1-ci hissəsindən litosferin 1-ci testi. Cəmi 41 dənə testdir. Yaxşı Deməli, müəllim. son 2 dərsin ikisində oxuyursunuz, yenə deyirəm. Baxın, 1-ci dərsdə keçdiyim hissələri, hansı ki, geoxronoloji cədvəli siz əzbər bilməlisiniz. Oxuyursunuz və bu 2-ci dərsin videoların ikisini də atacağım qrupa, PDF-dən oxuyursunuz, Amid müəllimin vəsaitindən oxuyursunuz, Dövlət İmtahan Mərkəzindən 1-ci hissə test toplusundan litosferin 1-ci testi, 41 dənə testi, onu işləyirsiniz. Yaxşı müəllim. Sağ olun, salamat qalın.